Salam əziz izləyicilər. Bax bu lavandadır. Amma deməyin nə olsun ki. Bax bu lavandanın çox gözəl ətri var. Xüsusən də bax belə əl dəyəndə ətri daha intensiv yayılır, bütün həyəti başına götürür. Çox qəşəng ətri var. Üstəgəl bax gördüyünüz kimi kəpənəklərdir. Arılar da var. Görüm görə bilirsinizmi arıları? Çalışaram. Bax. Vəhşi arılardır. Deyəsən vəhşidir, yaxşı görmürəm. Bu bağda məhsuldarlıq çox şeydən asılıdır. İqlimlə, yağışla, nə bilim, küləklə üstəgəl. Əsas amillərdən biri də o tozlandırıcı həşəratlardır, qanadlı həşəratlar. Əgər bağda bu cür kollar əkilirsə, həyətdə, bağda bu cür kollar əkilirsə, bu həşəratlar o yeri oylağa çevirirlər də, qida mənbəyi kimi daha çox gəlirlər. Və gələrkən də təbii ki, böyürdə başda meyvə ağaclarının çiçəyidir, ya başqa çiçəklərdir. Gəlmişkən onlara da baş çəkirlər və bu tozlanmanın intensiv getməsinə, daha yaxşı tozlanmaya yardım edən bir amildir. Bütün bağbanlar tövsiyə edir ki, tozlandırıcı həşəratları cəlb etmək üçün müəyyən tədbirlər görmək lazımdır. Və bu da bu cəlb etməyə çox yararlı güllərdən biridir. Qəşəng də ətri var. Və bu ətrə əslində ehtiyacımız bizim çoxdur. Çünki kənd yerində hər cür xoşa gələn, gəlməyən ətərlər olur. Bu çox xoşa gələn ətirdir. Buyurun, baxın, kəpənəklər, arılar. Təbii ki, lavanda daha çox cəlb edir deyə. Bax, burada da fikir versəz, daha çox lavandaya toplaşırlar. Amma başqasına da baş çəkirlər. İndi tapıb göstərə bilmirəm. Olur ki, başqa güllərə də baş çəkirlər. Belə. Amma lavanda bu ağ kəpənəklər üçün çox cəlbedicidir. Yaxşı. İndi mənim xahişim sizdən odur ki, abunə olun. 250-dən çox video var mənim kanalımda, YouTube'dakı kanalımda. İstəyirdim səsinə də qulaq asasınız. Hələlik isə Allah hamımıza can sağlığı versin. Həyatınız çiçək təravətli, ətirli olsun. Xoşbəxt olun. Gələn videolarda inşallah görüşərik. Salamat qalın.